Salam değerli vətəndaşlar, mən siyasi bloger Elnur Əliyev. Bu günlər sizə Qoradiz qəsəbəsindən bir sakinin problemindən danışacağım və oradakı polis rəisi Emil Məmmədovdan danışacağım. Değerli vətəndaşlar, bu polis rəisi Emil Məmmədov, bu şəxsi, videonu qoyacağım, bu şəxsi yol kənarından götürüb aparıblar, başına işgəncələr gətiriblər. Bu da bunu göstərir ki, İlham Əliyevin qoçuları yenə də öz iş başındadır. İlham Əliyev polislerine değer verdiğine göre o insanları günü gündən ona göre polisler de aşağılayır ve əzir. Çünkü bilirlər ki, arkasında yekəburun İlham Əliyev durur. Vilayət Eyvazov, qeyrət, namus, vicdan. Hərəsindən bir çimci, qat bir stəkana iç geçsin. Bəlkə qeyrətə, namusa gəldin. Sənin qeyrəti və namusla tüpürmə, ay vilayət. Polisləri yığcına, bu, mən yenə də dəfələrlə deyirəm, yenə də deyirəm. Kimliyindən, hansı polisdən aslı olmayaraq bizim bir vətəndaşa bir çıxma vurursa o polisin var yoxuna giyindirim. Bu qədər. Qısa və basit. Hoş gördük əziz izləyicilər. Xatırladım ki, bir neçə gün bundan əvvəl bizə bir ciddi şikayət daxil oldu. Xanım bizə şikayət edərək o bildirdi ki, Füzuli rayonu Qoradiz şəhərindəndirlər. O bildirdi ki, Füzuli rayon polis idarəsinin işçiləri, cinayət axtarışın rəisi Emin kim o? Emin Məmmədov məni məcbur yol kənarından götürərək, söyüşlərlə, döyərək, 4-5 polis üstümə düşərək mənə xəsarət yetirdilər. Xəsarət yetirmək belə qabırğaları sınıbdı. Hal-hazırda 11 gündür xəstəxanada yatır. Biz də öz növbəmizdə bütün bu şeyləri aydınlaşdırmaq üçün hal-hazırda biz Füzuli rayonundayıq. Füzuli rayonunda mərkəzi xəstəxanada qardaşımız yatır, onun qabırğaları sınıb və bu gördüyünüz cənab Vilayət Eyvazov Füzuli rayon polis idarəsinin, polislərinin bir əsəridir. Hal-hazırda qardaşımız bildirdi ki, Füzuli rayon prokuraturasında o məsələ ilə əlaqədar cinayət işi açılır. Füzuli rayon prokurorluğundan gəlib sizdən izahat alıblar, düzdür, gəlib sizdən izahat alıblar. Mən əminəm ki, Azərbaycan Respublikasının prezidentinə də müraciət edirik, baş prokurora müraciət edirik, Daxilişlər Naziri sizə müraciət edirik. İnsanları polisdən uzaq salan, bax Füzuli rayonunda olan belə polislər, insanları polislərə qarşı aqressiv hərəkət etməyə vadar edən belə polisləri xahiş edirəm, polis kimi qəbul etməyin. Onlar cinayətkardırlar, həqiqətən cinayət. Bugün o polisləri mən əgər prokuratura düzgün iş apararsa, təsdiqlənərsə, onlar cinayətkardırlar. Bir atanı, bir evin oğlunu, 3 şəhidim dayılarının görünə, şəhid dayılarının görünə and içərək, mənim heç bir günahım yoxdur, mən heç bir oğurluq etməmişəm deyir, heç bir cinayət işi açılmadan, heç bir bildiriş göndərmədən, bir necə deyərlər, quldur kimi yol kənarından bas maşına götür apar, döy bu vəziyyətə, qolu qandallı, qabırğalarını sındır, bu vəziyyətə qoy, həqiqətən polis adına yaraşmayan, biz həmişə polisə güvəndik. Biz həmişə polisi ən çətin zamanımızda yanımızda olsun deyə çağırdıq. Lakin belə bir şeyləri görəndə istər-istəməz adam polisdən çəkinir, qorxur. Cənab Vilayət Eyvazov yəqin ki, bu məsələləri araşdırılmasında mən Azərbaycanın gözəl polisləri və bizim gözəl Daxili İşlər Nazirimiz var. Bizim çox dəşək. Buyurun, buradan müraciət edin. Biz prezidentimiz Vilayət Eyvazova müraciət edin. Baş prokuroruma, cənab prokurora müraciət edirəm. Mənim bu şikayətimə ciddi yanaşılsın, baxılsın, bir şəhid bacısı kimi, bir qazi bacısı kimi sizdən artıq dərəcədə xahiş edirəm. Canlı yayındasınız, söyləyin, nələr baş verdi? Buyurun, insanlar da görsün. Bəli, mənim evladımı yol kənarından götürüb, aparıb bu vəziyyətə qoyan, mənim evladım iş qabiliyyəti itidir. Bizi saxlayan bu 2 uşaqdır. Mənim yoldaşım da xəstədir. Mən də xəstəyəm, mən ruhi xəstəyəm, məsəbi xəstəyəm, bax. Mən özüm ali savadlı bir qadınam. Operatorumuzla xahiş edirik, qardaşı da çək. Yaxına gəlin, yaxına gəl. Özün söylə, sizləri kim apardı? Bir də deyin, canlı yayındasan, buyur. Emin Məmmədov, bir də Pərviz familiyasını bilmirəm, Pərviz. Füzuli rayon polis idarəsinin polis kapitanı. 3 dənə də ondan başqa. Orada sizə nə inədilər? Xahiş, bilirəm, bir kişi üçün, bir Azərbaycan kişisi üçün
çox utanç verici bir hərəkətdir. Həqiqətən polisin belə hərəkət etməsi. Danışın qardaşım, qoy bütün dünya sizi Utanma, dinləsin. danış. Qoy Daxili İşlər Nazirimiz sizi görsün. Qoy cavabdeh şəxslər sizi görsün. Siz burada bugün qabırğanız qırıq yatırsınız və vicdan sizi boğur. Buyurun. Buyurun. Danış. Bəli, məni dəfələrlə şöbəyə çağırmışdılar, onunla bağlı, o işlə bağlı getmişdim, sual cavab eləmişdirəm, məndən heç bir izahat götürməmişdilər, siftələr. Sonra mənə bunlar zəng elədilər mənə ki, bəs şeydir, hara gəl, filan bəhmən, mən də işdən çıxırdım. İşdən çıxanda eyni vaxtda onlar da gəlirmiş həmin yolla. Məni yol kənarından götürdülər, qandaladılar qolumu, məni apardılar polis bölməsinə. Polis bölməsinə apararkən yolda mənim maşında təhqir edici söyüşlərlə məni təhqir edirdilər, məni döyürdülər maşının içində, 2 nəfər. Apardılar məni polis bölməsinə aparılandan sonra məni üzü qoylu yerə yıxaraq, mənim 3 dənə də əlavə polis gəldi, başladılar məni döyməyə. 5 dənə polis oldu cəmsi. Cinayət axtarışın polisləri idi. Emin Məmmədov başda olmaq şərti ilə. Mən orada qışqırdım, bağırdım, heç bir mənim harayıma gələn olmadı, heç kim gəlmirdi. Mən onlara ant verirdim, şəhidlərimin canına ant verirdim ki, mənim xəbərim yoxdur bu işdən. Onlar yenə də məni döyməyə başladılar. Yenə də əhəmiyyət vermədilər. Polis rəisinin müavini, 1-ci müavini, Nəsrəddin müəllim gəldi, qapını açaraq girdi içəri, müstəntiqin otağının qapısını açaraq girdi içəri. Vaxtı ki, mən üzü qoylu yıxılmışam yerə, bunlar da məni döyürlər, bunlar həmin vaxtı sakitləşdilər. Birinci müavin otaqdan çıxandan sonra yenə də öz əməllərindən yenə də təzdən başladılar. Sonra mənim şalvarımın qabağını açaraq, mənim şalvarımı aşağı yendirərək mənə dedilər ki, sənə zor tətbiq edib, səni sosial şəbəkələrdə paylaşacaq. Sənin adı biabır edəcək. Sən al boynuna bu işi. Mən də deyərək ki, neynəsəz də mən üçün görmədiyim işi boynuma almaram. Haqq var, ədalət var. Belə. Sonra da mən evə buraxılan zaman polis rəisinin müavini, 1-ci müavini Nəsrəddin, bir də Məmmədov Emin. Mənə dedilər ki, bu işlə bağlı heç yanda gedib danışmırsan. Bir həftədən sonra səni polis bölməsinə dəvət edəcəyik, sorğu sual edəcəyik, ondan sonra buraxacağıq. Bu hadisə ilə, döyülməklə bağlı heç bir yanda heç nə danışma. Mənə bu şərtləri qoydular. Biz telefonda danışarkən ananız dedi ki, polis idarəsindən sizi döyüb, zor tətbiq edəndən sonra yol kənarına atıblar. Bu düzdürmü? Bəli, məni çıxartdılar, yol kənarına atdılar. Mən sadəcə olaraq bir tərdi olsa gəldim, qardaşıma zəng elədim, gəldi məni götürdü, evə gətirdi. Prokuraturanın işçiləri bura gələndə, sizdən izahat alanda, siz bütün bu izahatda bunları göstərdiniz mi? Bəli, hamısı. Mən də buradaydım, xanım. Hamısının yanındaydım, buradaydım mən. Mən də izahat verdim, o prokurorun müavini idi, müstəntiq idi. Gəldi, zəng vurdum öz prokurorumuza, Elnurdadır, familiyasının yadında deyil. Dedi, ana dedi, Tovuzluyam, dedi, bayramla əlaqəli olaraq. Dedi, indi bu dəqiqə köməkçimlə müstəntiqi göndərirəm, gəlsin sizdən izahat götürsün. Gəldilər, sağ olsunlar. O dəqiqə, heç 5 dəqiqə çəkmədi, gəldilər, onda da buna kateter qoşmuşdular da. Sidiyə qan getdi deyin, qorxduq, qan tükürdü, qan getdi. Boğazın gördüyünüzdə şəkillərdə siz baxdınız. Qorxduq, həkimlər tökülüşdü, skor ilə gətirmişdik bunu. Kateterə qoşmuşdular. Siz Bakı şəhərinə apardınız, Bakı Bəli, şəhərində. Emertiyə, City hospitalda. Bəli, Emert olundu, skor apardı da gətirdi. Qabırğaları sınıb, o harda sarındı, burada. Onu sarmırlar da, dedi ki, o karset vasitəsilə bitişəcəkdir. Bu günə qədər polis idarəsindən, Füzuli rayon polis idarəsindən sizləri kimsə gəlibmi, hansı polislər? Göndərmə rəisin müavini, 1-ci müavini zəng eləyib İslam Əliyev. Dedi, səhər tezdən gələ bilirsin şöbəyə. Mən də dedim, siz özünüzü təqdim edin, oğlan qardaşısınız. Bəli, Xudavəd oğluyam, onun qardaşıyam. Bugün İslam Əliyev zəng elədi, rəisin müavini. Dedi, səhər gələ bilirsin şöbəyə. Mən dedim, gəlməyəcəm. Dedim, niyə? Dedim, ona görə gəlin, mənim də qardaşımın gününə salasın. Qorxursuz getmək. Bəli, mən qorxuram polislərimizdən. Dedim, hara deyilsə, dedim, gələcəm bu şərtlə. Daimlə gələcəm. Dedi, yox, daimlə gəlmə. Dedim, nəyə? Mən də aparıb qardaşımın gününə qoyasınız. Dedim, gəlmirəm. Gəlin, prokuraturada görüşək. Mən sizdən qorxuram polislərdə. Aparıb məni də qardaşımın gününə qoysunlar. Bir dənə bunları saxlayan mənəm, indi mən də aparım, bunlar qalsınlar yer yetim. Əziz izləyicilər, gördüyünüz kimi biz Füzuli rayonundayıq.
Horadiz şəhərindən olan gördüyünüz bu qardaşımı Füzuli rayon polis idarəsinin işçiləri tərəfindən hal-hazırda demək olar ki, qardaşımızın dediyi, söylədiyi iddia prokuraturada öz təsdiqini taparsa, bax, Füzuli rayon polis idarəsinin işçilərinin bugün bir uşaq atasının, bir ananın oğlunun, bax, polislərin əsəridir bu. Biz də buradan aidiyyət orqanlara, Daxili İşlər Naziri Vilayət Eyvazova, baş prokurora müraciət edirik ki, buna son qoyulsun. Həqiqətən bu öz təsdiqini taparsa, bu çox dəhşətdir. Bu dəhşətlər xəbər verir. Dövlətimizə güvənirik. Əgər Biz prokuraturada gedən araşdırma öz təsdiqini taparsa, bu bir dəhşətdir. Həqiqətən dəhşətdir. Eminin də Paqonu yolunun iş cəzasını çəkməlidir. Pərdizin də Paqonu yolunun cəzasını 3 dənə də o biri polislərin. Evladım saxlayırdı. Bəs bu vəziyyətə qaldı. Bunun evladın, yoldaşın, körpə gəlinim var. Kim saxlayacaq onları bu ilə belə? Mənim uşağımın yarımcan elədilər, iş qabiliyyətini itirdi mənim uşağımın. Bu hadisədən sonra Füzuli rayon polis idarəsinin rəisi və yaxud da ki, rəis müavini sizlə əlaqə saxlayırmı, qardaş? Heç biri. Bu günlər rəis müavini mənə zəng elədi xanım. Bir saat sizə sizin yanınıza gəlməm